Hamıya salam, mən Mələk. Bugün sizlərə işdən sonraki kiçik ev vloqumu bölüşəcəm. Hansı ki, mən işdən gələn kimi axşamdan marinə etdiyim bu toyuq ətini belə bir formada tavaya qoyuram və başlayıram üzərinə xüsusi olaraq da ədviyyatımı qatmağa. Düzdür, marinə etdiyim zaman da mən ona ədviyyatları qatmışdım, amma ki, üzərindən qalina blanka ilə keçəndə dadı çox möhtəşəm olur. İftara dedim ki, belə bir yüngül salat da hazırlayım. Hansı ki, xiyar, pomidor və soğandan ibarətdir. Bu hamıya bəllidir. Mən xiyarı qabıqlı sevmirəm. Bilirəm ki, qabıqlı daha çox xeyirlidir. Amma ki, ağızda daha yumuşaq olsun deyə məhz qabıqlarını soyuram. Bu arada mən heç cür salat yeyə bilmirəm. Heç bir salat sevmirəm. Ona görə özümə sadəcə olaraq xiyarları baxın belə yumru-yumru doğrayıram ki, yalnız və yalnız xiyar yeyim. Daha sonra isə yoldaşım üçün tərəvəzləri hər birini kvadrat formasına doğrayıram. O pomidoru daha iri sevdiyinə görə pomidoru digərlərindən daha iri formada doğramağa başlayıram. Burada həmin prosesi sizinlə bölüşmüşəm. Mənə ən çox gələn suallardan biri də Mələk xanım, siz bunların hər birini necə çatdırırsınız? Bu yorucu deyilmi? Əlbəttə ki, yorucudur. Nə yalan deyim, mən də yoruluram. Çünki işdən evə gəlirəm və gəldiyim zaman da tez yeməyə qaçıram. Desəniz ki, axşamdan hazır qoy. Belə bir şey var ki, ilk gündən mən heç bir zaman yəni dünənin yeməyini yemədiyim üçün, yoldaşımı da buna vərdiş etdirdiyim üçün məhz dünəndən qalan yeməyi biz yeyə bilmirik və hər gün təzə bir yemək bizdə hazırlanmalıdır və ağız tadımızı mütləq ki dəyişməliyik. Və mənim belə bir adətim də var ki, qab çıxan kimi qabları saxlamaq kimi bir huyum yoxdur. Bunu mənim təmizlik videomdan yəqin ki izləyənlər artıq ki bilir. Və mən qabları anınca da yuyuram və onu da qeyd edim ki, kiçik qablar çıxdığı zaman qabı yana qoymuram. Amma nə zaman ki nasiyernam yoxdur, yorğunam və o zaman baxmıram 3 dənə qabdır, 5 dənə qabdır və mən onu qab yana qoyuram. Bir ara ancaq və ancaq qab yanına istifadə edirdim. Düşünə bilirsiniz ki, hər gün qab yanına istifadə edirdim. Kiçik, böyük qablar fərq etməz. Hər birini qab yanına qoyub yuyurdum. Daha sonra isə dedim ki, zaten 3-5 qab maksimum nə qədər çox ola bilər. Qoy bunu əllə yuyum, böyüklər olduğu zaman qoyaram qab yana. Mən belə vərdiş etdiyim üçün və başladım artıq qabları müəyyən bir hissəsini əllə yumağa və uşaqlıqdan bizə davamlı olaraq aşılanan bir şey var ki, çirkli qab gecədən səhərə qalmaz. Məhz ona görə nə qədər yorğun oluramsa olum, mən əsla çirkli qabı saxlamıram. Yəni gecə saat 4-də olsa, 5-də olsa mütləq o qablar yuyulmalıdır. Ev səliqəyə salınıb elə yatılmalıdır. Baxmayaraq ki, mənim işim var və yoxdur. Bunu nəzərə almadan mən hər zaman təmizliyə daha çox riayət edirəm. Düzdür, nə qədər yorulsam da, amma bir o qədər də təmiz evi gördükdə, şkafları açılanda, həmin paltarların səliqəli bir forma düzülüşünü görəndə həqiqətən mənə ayrı bir rahatlıq gəlir. Sanki bir terapidir. Və belə bir şey var ki, mən hər zaman axşamdan sabaha menyularını müəyyən edirəm ki, mənim üçün çox rahat olsun. Burada artıq toyuğum mənim hazırdır. Üzərini desəz ki, niyə bu qədər qızartmısınız? Yoldaşım mən də üzərinin bu qədər qızarmış olmağını çox sevirik, amma içərisi həqiqətən də pambıq kimi olur. Və artıq burada başlayıram mən süfrəni düzəltməyə. Təbii ki, bizim olmazsa olmaz turşularımız. Biz hər zaman turşu yeməyi çox sevirik. Düzü yoldaşım bir o qədər sevməsə də, amma mənim bayıladığım bu şorabaları yeməsəydi olmazdı. Yeməkdən sonra dedim ki, nəyə görə də mən birinçik hazırlamayım. Açığı mən birinçik heç sevmirəm. Sadə birinçiki, yəni sevirəm. Arasından şokolad yağı çəkib yeməyi. Amma yoldaşım üçün həm səhura rahatlıq olsun və iftardan sonra atışdırmalıq üçün kəsmikli birinçiklər hazırlamaq qərarına gəldim. Burada həmin etabı sizlərlə bölüşürəm. Və belə bir şey var ki, bəzən yeməkləri, həmçinin də ki, belə yarım fabrikatları hazırlayıb soyuducuya qoyduğum zaman mənim əlimdən çox rahatlıqla tutur. Misal üçün, mən ət alıramsa, əti gələn kimi soyuducuya qoymuram. Biz əti mən hər birini ayırıram, xüsusi qablara qoyuram. Belə olduğu zaman artıq porsiyalar mənim üçün bəlli olur və lazım olduğu zaman yalnız həmin o porsiyanı mən çıxarıram və qoyuram buzluğa açılsın və ondan sonra yeməyi hazırlamağa. İnanın, əgər çalışırsınızsa, belə yarım fabrikatlar sizin əlinizdən çox tutacaq. Mən hal-hazırda kəsmikli yarım fabrikat hazırladım. Siz istəsəniz toyuqlu, ətli, kartoflu da bunu hazır edə bilərsiniz. Kəsimin içərisinin kremi daha çox
axıcı olsun deyə məhz içərisinə mən bal da əlavə edirəm və kərə yağı. Belə olduğu zaman əsl kremin dadını verir. Bir dəfə bu formada sınasanız, həqiqətən dadından doya bilməyəcəksiniz. Və bu arada qızlar, mən bu videodan sonra bir porsiyada birinci xəmiri hazırlamışdım və onun kəsmini bu dəfə daha çox eləmişdim. Hansı ki 8 yumurta xəmirindən hazırlandığım bir kəsmik düşünün. İçərisinə 1 kilo yaxın kəsmik gedirdi. Sadəcə o kəsmiki əzmədən blenderə qoyduğuma görə mənim blenderimi xarab elədim. Həqiqətən çox üzülürəm, çünki Karacadan almışdım və çox bəyənərək istifadə edirdim. Bu arada belə bir bilinçik aparatı var idi. Nədənsə heç, amma heç bəyənmədim. İkinci dəfə də şans verdim. Gördüyünüz kimi ətrafda bulamışam. Amma ki, baxın, çox pis formada yapışdırır və nəinki qaldırıb götürmək mümkün olmurdu. Dedim, ən yaxşı üsul məhz Dədə Baba üsuludur. Aldım əlimə bilincik tavasını və başladım bilinciklərimi Dədə Baba üsulu ilə hazırlamağa. Baxın, görün necə gözəl bir formada alındı. Bu arada qaynanam da bizə qonaq gəlmişdi və gəldiyi zaman dedim ki, bəs gəlin bir yerdə sos hazırlayaq. O da mənim üçün burada kartofları baxın bu formada soyurdu. Sonra gəldim ki, ay xalam, gəlin sizə ən rahat aparatı verin, bundan soyun da. Niyə ondan soyub əlinizi ziyan edirsiniz? Harası ki, orada görürsünüz. Daha sonra biz burada soğan və kartofu suya əmrə keçirəm bilinçiklərimin içərilərini doldurmağa. Baxın, həmin etapları sizlərlə bölüşürəm. Yəni həqiqətən, özüm etdim deyə demirəm. Zaten kəsmiyinə baxan kimi əsl krem formasında alındığını siz də mənim kimi görürsünüz. Mən özüm kəsmikli bilinçik yeməsəm də, amma həqiqətən yoldaşım çox bəyəndi. Mənim gəldi, birinə vurdu. Çox təşəkkür. Nəşə? Kəsmiyə nə qatmışam? Şəkər pudrası, vanil. Bir də kərə yağı. Şimdi burada gözlük ona geçti. Bunu da götürsən. Nə qaldı ki? Bilmiyorum. Yoldaşıma nə qaldı ki dedikdən sonra mənim ortaya giriş şəklimə bir bakar mısınız? Həqiqətən videonun sonunda nə demək istədiyimi özünüz başa düşəcəksiniz. Və bu arada bu qədər bilincikin hər birini, yəni demək olar ki, yoldaşım üçün hazırlamışam. Çünki mən dediyim kimi bunları yemirəm və bu formada, baxın, plastik qablara qoyuram. Çox yaxşı olur və insanın əlindən həqiqətən də çox yaxşı bir formada tutur. Bir anlıq həqiqətən dayanmadan birinci xəmiri hazırladığım üçün baxın, gördüyünüz kimi bu formada nə qədər qablara yığmışam və hardasa 50+-ə yaxın mən burada birinci hazırlamışdım. Və qızlar, mənim videom bu qədərdir. Gələn videolarda görüşənədək.